biz başqa mədəniyyətlərdə, başqa dinlərdə də falan biz hətta cizgi filmlərində belə görürük ki, yəni insanın ruhu çıxdıqda yuxarı tərəf qalxır, yerə tərəf yox. Və buna görə də onun boşluğun, onun narahatlığını, onun problemlərini, onun sıxıntılarını yerdən, torpaqda axtarmaq doğru bir şey deyil. Bu effekt vermir. İnsan sıxılır, boğulur, onu torpaqdan çıxan bir şey də axtarır. Harasa getməklə və ya hansı, yəni dedikdə cismi olan bir şey, zahiri olan bir şeylər də axtarır. Lakin onun ruhi boşluğunun müalicəsi, necə ki ruhu səmadan gəlir, onun müalicəsi də səmadadır. Və buna görə ruhun qidası da təbii ki torpaqda ola bilməz. Ruhun qidası da ucalarda olmalıdır. Yəni Allaha yaxınlaşmaqla, mənəviyyatla, dua etməklə insan bircə əlini açıb bəzən Rəbbi ilə dərdləşməsi onun tamamilə həyatını dəyişir. Çıxış yolu onu qidalandırmaqdadır. Bədəni qidalandırmaqla insan ancaq müvəqqəti təmin edə biləcək. Lakin yenə də həmin insan özünə tək qalındıqda sıxıntılar falan onu yenə də boğmağa, sıxıntıya salmağa davam edəcək. Allah Teala buyurur ki, Allahu valiyyullezine amanu yukhrijuhum minez-zulumati ilen-nur. Allah ona iman edənlərin, ona inananların dostudur. Onları zülmətlərdən nura çıxarır. Çoxlu yanlış yollar var, yanlış qaranlıqlar var, amma nur isə birdən.